Salam, hamıya salam. Bu gün eleştiri eləyəcəyik. Bu gün elədiyimiz Mete Kayacil'dir. O mənə yorum da eləsə, neynəsə də vecimə almıram. Heç mənə lazım da deyil. O gün o eleştiri eləyəcək. Çünki boş-boşuna yerə prim kasan və insanların beynini çökürdən həmin o YouTuber Mete Kayacil. Əslində adım Mal Kayacil'dir. Ha! Neyse, bugün onun hakkında eleştiri eləyəcəyim. Ən birinci. Dostlar, baxın. Videolarında heç nə yoxdur yani. Bomboş içərikdir də eləcə. Bomboş. Bomboş içərikdir, heç nə yoxdur. Neyse. Əslində o öz videolarını çəkmir. Çünki tam bir oğurludur. Uğurlayır videoları. Ha videonu Beyaz Kurt adındakı köşədən uğurlamamışam. Sadece ondan görmüşəm, ben diləmək istəmişəm. Uğurlamaq deyil bu. Neyse. İndi sizə bəzi videolarını göstərəcəm. Siz də ondan baxın. Məni yaxşı başa düşəcəksiniz. Baxın indi. Məsələn, her videosunu göstərəm sizə. Ya annem oldu diyorum. Bana zarar verme lütfen. Son bir sözün var mı küçük velet? Söylüyorum. Lan. Hadi söyle. Söyledim ya. Lan. Son bir söz hakkım vardı ve sen bunu mu söyledin? Ben bu evde bir daha lan denmeyecek demedim mi lan? Hayırdır lan? Kumbaranın yerini söyle. Ya annem Bəli, video bu qədər idi və heç bir şey başa düşmədim. Həmsə bir şey başa düşdü. Xahiş edirəm. Fələnlər əslində, yəni otağa oğru gelir, orada da kumbarası daxılını istəyir, o da onun da anası alır. Hayır ki, anam aldı. O da inanmır, ona silah çəkib deyir, son sözü verir. O da lan deyir, atası da lan demeye icazə vermədiyi üçün o da deyir, atası eşidib gəlib deyir ki, mən bezdə lan bir daha lan deməyəcək demədim mi lan? Sonra oğrun görür belə deyir. Nə oldu lan? Ne olub? Ne olub yani? Neyse dostlarım, özünüzə yaxşı baxın. Sağ olun. Bay bay. Bay bay. Yani o başım ağrıdı, Allah haqqı. Heç nə istəmirəm. Sağ olun.